Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edgars Rinkeviç mətbuata bəyanatlarla çıxış ediblər. Cənab Prezident, əziz qonaqlar, xanımlar və cənablar, Cənab Prezident, Azərbaycana bir daha xoş gəlmişsiniz. Çox şadam ki, dəvətimi qəbul etdiniz və ölkəmizə rəsmi səfərə gəlmişsiniz. Siz əvvəlki vəzifənizdə olarkən dəfələrlə Azərbaycanda olmuşsunuz, lakin Prezident kimi ilk dəfədir səfər edirsiniz. Mənim əvvəlki görüşlərdən, o cümlədən ötən ilin yanvarında Davosda keçirilmiş görüşdən çox əziz xatirələrim var. Bizimlə olduğunuza görə bir daha minnətdaram. Əminəm ki, səfər ölkələrimiz arasında iki tərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Biz Cənab Prezidentlə iki tərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm nümayəndə heyətlərin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. 9 il əvvəl ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Elə bunun əsasında biz tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq. Cəmi bir həftə əvvəl Birgə Hökumətlər Arası Komissiya Azərbaycanda, Qarabağda, Şuşada görüş keçirib və biz həmsədrlərin verdiyi məlumatlara dinlədik. Çox perspektivli planlar, bir yerdə görüləcək çoxlu işlər qeyd edildi. Bugün keçiriləcək biznes forum, işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsal və bir çox digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Mən iştirakçıların siyasına baxdım. Hər iki tərəfdən kifayət qədər böyük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticələnəcək. Biz həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daima məlumat verəcək və beləliklə hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözə çarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istər özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, Biznes Forum bu vaxta qədər əfsuslar ki, biraz mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək. Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır. Bu xüsusən də müəyyən pozulmalar, eləcə də bəzi hava şirkətləri üçün avia yanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu digər bir fürsət ola bilər. Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var. Şadıq ki, Latviyada 450-dən artıq Azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur. Çox saylı səfərlərim yadıma düşür və sizi ölkənizin inkişafında əldə etdiyiniz bütün nailiyyətlər münasibəti ilə təbrik etmək istəyirəm. Biz həmçinin Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etdik. Mən Cənab Prezidentə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdım. Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Trump tərəfindən Ağ evə dəvət olunandan və birgə bəyanatı imzaladıkdan sonra və Xarici İşlər Nazirlərinin sülh sazişinin mətnini parafladıkdan sonra bizdə de facto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən
ticarət başlandı. Xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu. Vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında normal mühitin yaradılmasına həmçinin töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir. Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda bir dəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər. Bir daha söyləmək istərdim ki, ölkələrimiz arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır. Eyni zamanda düşünürəm ki, onun mühüm hissəsini cənab prezidentlə olan şəxsi münasibətlərimiz təşkil edir. Bir-birimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm. Bir daha xoş gəlmişsiniz və sizə xoş səfər arzu edirəm. Çox sağ olun, cənab prezident. İlk öncə mən Latviya nümayəndə heyəti adından və öz adımdan sizin çox böyük qonaqpərvərliyinizə və səmimi qəbula görə minnətdarlığımı ifadə etmək istəyirəm. Hesab edirəm ki, bugün apardığımız müzakirələr çox müsbət, pragmatik olmuşdur və gələcək əməkdaşlığa yönəlmişdir. Mənim Bakıya rəsmi səfərim, Azərbaycan Respublikasına rəsmi səfərim əslində 2017-ci ildə imzalanmış strateji tərəfdaşlığımızın prinsiplərini bir daha təsdiq edir. Düşünürəm ki, bugün qəbul etdiyimiz bəyanatda strateji tərəfdaşlığımızı necə irəli aparmaq istədiyimizlə bağlı bəzi addımlar atmışıq. İcazə verin onu da deyim ki, nümayəndə heyətimə həm də bir neçə hökumət rəsmisi, Xarici İşlər Naziri, Kənd Təsərrüfatı Naziri, Daxili İşlər Nazirliyinin dövlət katibi, Sərhəd Xidmətinin rəisi, həm də geniş biznes təmsilçiləri daxildir. Və mən iqtisadi əməkdaşlığa şərait yaratmaq üçün bugün Bakıda keçiriləcək biznes forumunu səbirsizliklə gözləyirəm. İqtisadi əməkdaşlığa gəldikdə hesab edirəm ki, sizin də çox diplomatik şəkildə ifadə etdiyiniz qiymətləndirmənizlə tam razıyam ki, aramızdakı ticarət dövriyyəsi çox mülayimdir və artırılmalıdır. İnanıram ki, müdafiə sənayesi, nəqliyyat, əczaçılıq sahələrində çoxlu imkanlar var və biz təcrübələrimizin necə paylaşılması ilə bağlı bəzi praktiki yolları müzakirə etdik. Bildiyiniz kimi, Latviya meşələr ölkəsidir və biz həm Qarabağın müasirləşməsi və yenidən qurulmasında daha çox meşələrin salınması ilə bağlı cənab prezident, sizin qarşıya qoyduğunuz planları həm də daha geniş anlamda bu məsələləri müzakirə etdik. Hesab edirəm ki, bu məsələdə bizim məsləhətimiz və təcrübəmiz sizin üçün faydalı ola bilər və biz müvafiq nazirlərə bu sahədə çalışma tapşırığını verdik. Həmçinin düşünürəm ki, keçən həftə Azərbaycanda, Şuşada keçirilən hökumətlər arası komissiyanın iclasında artıq bəzi praktiki məsələlər müzakirə olundu. Ümid edirəm ki, həm komissiyanın işindən, həm də bugün mübadilə etdiyimiz ideya və qəbul etdiyimiz qərarların praktiki nəticələrini görəcəyik. İcazə verin, vacib
olduğu düşündüyüm digər mövzuları da diqqətinizə çatdırım. Birincisi, mən cənab prezidenti və bütün Azərbaycan xalqını Azərbaycanla Ermənistan arasında sülh sazişi prosesinə başlanılması münasibəti ilə təbrik etmək istəyirəm. Biz bu məsələnin sürətli şəkildə irəliləməsinə ümid edirik. Biz bunu və sizin bu məsələdəki mövqeyinizi çox dəstəkləyirik və ümid edirik ki, təkcə nəinki regionun təhlükəsizliyi üçün, ümumilikdə bütün dünya üçün önəmli olan bu sazişin yekunlaşmasını görəcəyik. Həmçinin vurğulamaq istədiyim digər bir məsələ də var. Biz Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sahəsində müsbət addımların atıldığını müşahidə edirik ki, biz bir məxsusi məsələni müzakirə etdik və mən bu məsələdə bizim tam dəstəyimizi vurğulamaq istəyirəm və bu məsələ vizasız rejimin tətbiq edilməsidir. Çünki biz çoxlu məsələləri müzakirə edə bilirik və biz bağlantı, daşımalar, birbaşa uçuşlarla bağlı bu qənaətə gəldik ki, lakin Azərbaycan vətəndaşlarının Avropa İttifaqına və Avropa vətəndaşlarının sizin gözəl ölkənizə sərbəst çıxışı mühümdür. Çünki təkcə nəinki şirkətlər üçün, həmçinin xalqlar arası təmaslar və turizm üçün böyük potensial mövcuddur. Əlbəttə ki, biz Azərbaycanın xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, xüsusilə də energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görürük. Yekun olaraq icazə verin deyim ki, biz prezidentin dediyi kimi regionda cərəyan edən hadisələr barədə çoxlu müzakirələr apardıq. Biz Azərbaycanın Ukraynaya təmin etdiyi humanitar yardımı yüksək dəyərləndiririk. Lakin biz eyni zamanda cənab prezident və onun heyətinin İranda və yaxın şərqdə cərəyan edən hadisələrlə bağlı söylədiklərinə də qulaq asırıq. Bir daha fürsətdən istifadə edərək bu yaxınlarda Azərbaycana qarşı edilmiş dron hücumları ilə bağlı Latviyanın bu məsələdə Azərbaycanla tam həmrəy olduğunu ifadə etmək istəyirəm. Biz vəziyyətin normallaşması üçün atıla biləcək və atılmalı addımları müzakirə etdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Latviya bütün ölkələrlə işləməyə və onları dinləməyə hazırdır və regional məsələlərə gəldikdə Azərbaycanın səsini və müdrikliyini eşitmək olduqca vacibdir. Cənab Prezident, sizin söylədiyiniz kimi biz dəfələrlə görüşmüşük. Əsasən mən Xarici İşlər Naziri olaraq Bakıya səfər edəndə, sonra isə ötən il Davosda görüşlər keçirdik. İndi isə rəsmi səfərlə ölkənizə gəlməkdən böyük məmnunluq duyduğumu ifadə edirəm. İcazə verin, deyim ki, biz sizi Riqada qarşılamağa səbirsizliklə gözləyirik. Biz elə indicə hesabladıq, sonuncu səfərinizdən demək olar ki, 10 il ötürüb. Covid illəri və bəzi digər məsələlər olmuşdur, lakin bu kimi mübadilələr həmişə hər iki ölkə üçün faydalıdır. Bu kimi mübadilələr aramızda olan dostluq, siyasi, iqtisadi və mədəni mübadilənin aparılması şərait yaradır. Mən ilk dəfə Bakıda, Azərbaycanda 2002-ci ildə olmuşam. Sonra isə dəfələrlə gəlmişəm. Düşünürəm ki, bu mənim 6-cı və ya 7-ci səfərimdir. Sayını itirmişəm. Mən sadəcə hər zaman ölkənizi və paytaxtınızı gördükdə heyran oluram. Çünki adətən nazir və prezidentlər paytaxtı və ölkəniz və paytaxtınızın necə də inkişaf etdirildiyini görmürlər. Biz sizin bu məsələyə şəxsən diqqət yetirdiyinizi və bu prosesdə iştirak etdiyinizi bilirik. İcazə verin, nitqimin sonunda sizə, cənab prezident və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırım. Mən bugün və rəsmi səfərdən əlavə bir çox görüşlərdə bizim sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm. Çox sağ olun, cənab prezident.